Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası keçirilir. Birlikdə daha yaxşı, 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə mövzusunda keçirilən sessiyada dünyada baş verən əsas proseslər, dünyanın bir çox yerində davam edən münaqişələr, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Hər vaxtınız xeyir olsun. Aktual ekran verilişinin növbəti sayında xoş gördük sizi. Biz də bu məsələləri müzakirə edəcəyik. Verilişimizin qonağı siyasi şərhçi Aydə Cəlilzadədir. Aydə xanım, xoş gördük sizi. Təşəkkür edirəm. Çox sağ olun. Aydə xanım, 150-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi bu sessiyada bir çox məsələlər müzakirə olunur və qeyd edeyim ki, bu sessiyanı həm də BMT-nin yüksək səviyyəli həftəsi də adlandırırlar. Sessiya sentyabr ayının 30-una qədər davam edəcək və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və eyni zamanda hökumət başçıları həmin sessiyada iştirak edirlər və yüksək səviyyəli müzakirələrdə də iştirak elədilər. İstəyərdim bu sessiyanın ümumi əhəmiyyəti və dünyadakı hazırki proseslərə təsir mexanizmindən danışaq. Bəli, hal-hazırda davam edən BMT Baş Assambleyasının 80-ci həmdə yubileyinə belə desək həsr olunmuş növbəti sessiya öz işinə başlayıb. Və artıq demək olar ki, dünya liderlərinin, yəni dünya arenasında, beynəlxalq əlaqələrdə öz sözünü demiş, dünya liderlərinin bir neçəsi çıxış ediblər və bu çıxışlar Amerika prezidenti Donald Trumpın çıxışı ilə belə desək, öz aktuallığını yenidən qazanmış olur və siyasi arenada baş verən müzakirələrin fonunda deyə bilərik ki, siz də qeyd etdiyiniz kimi artıq BMT-nin belə desək, fəaliyyət çərçivəsinə, fəaliyyət planına, onun beynəlxalq hüquqa, beynəlxalq əlaqələrə verəcəyi töhfələr çərçivəsində bir sıra məsələlər müzakirə olunur və mən demək istərdim ki, çıxışları dinlədik, indiyə qədər olan çıxışları dinlədik. Bir növ belə desək, 80-ci assambleyada, 80-ci belə desək sessiyada bir növ ölkə başçılarının həm hesabat xarakterli çıxışları, hər öz ölkəsinin timsalında beynəlxalq arenaya töhfələri, ölkələrində baş verən proseslər, beynəlxalq əlaqələrə olan münasibətləri, dünyada baş verən proseslərə, müharibələrə, münaqişə ocaqlarına, onların ölkələrin fərqli münasibətlərini, ortaq məxrəcə gəldiklərini və fikir ayrılıqlarını biz dinləmiş olduq. Təbii ki, hər ölkə öz xalqının mənafeyindən, öz ölkəsinin mənafeyindən çıxış edən liderlərin timsalında fərqli münasibətdədir və bəzi məqamlarda demək olar ki, əksər ölkə liderləri ortaq həmfikirdirlər və bunlara da dünyada baş verən, hal-hazırda aktual olan İsrail-Fələstin məsələsi və digər münasibətlərdir ki, məsələlərdir ki, artıq bütün dünyanın diqqətini cəlb etmişdir və həmçinin ümumi olaraq isə enerji təhlükəsizliyi məsələləridir, aclıq böhranı məsələləridir və ümumi insan hüquqlarına toxunulur tez-tez ölkə başçıları tərəfindən və bu baxımdan düşünürəm ki, bu qədər ölkə rəhbərinin bir məkanda toplanması, fikir mübadiləsi aparması və məsələlərə münasibətlər, müzakirələr, bəzən münaqişə xarakteri ala bilən çıxışların olması artıq ölkə liderlərinin belə desək, bir masa arxasında bütün kartları Lorudlə desək açıq oynaması fonunda yəqin ki, buradan çıxacaq müəyyən məqamların növbəti 5 illikdə və ən azından növbəti proseslərin gedişatına təsirində böyük töhfə verəcəyini düşünürük. Çünki bir çox məsələlərin müzakirə olunması, təbii ki, bir sıra məsələlərin tam 100% həllinə ümid etmirik. Çünki bəzi məsələlər var ki, onlar bir neçə ölkənin müdaxiləsi, müzakirəsi ilə yox, məhz baş aktorların birbaşa məsələ masa arxasında bəli oturub ortaq məxrəcə gəlməsi, razılaşması ilə həll ola biləcək proseslərdir. Amma ümumilikdə desək, Amerika prezidenti Donald Trumpın nümunəsində desək, məsələlərə ümumi yanaşmada artıq qəti, açıq, kəskin mövqeləri biz dinləmiş oluruq və düşünürük ki, beynəlxalq əlaqələrin gedişatına müəyyən təsiri ola biləcək nəticələrin də buradan çıxmasını gözləyirik. Siz qeyd elədiniz insan hüquqları mövzusunu və mən də onu deyim ki, BMT-nin bu sessiyasında birinci müzakirəyə çıxarılan məsələ gender bərabərliyi məsələsi idi və qeyd edeyim ki,
ilk dəfə olaraq BMT-nin baş katibi məhz qadın da seçilə bilər. Belə bir məsələ də artıq gündəmdədir. Bəli. Məhz diqqət etdik, təbii ki, hər birimiz Antonio Guterres məhz salamlama məqamında da o məsələyə toxundu ki, hər zaman bizim müşahidə etmədiyimiz bir yenilik var və xüsusilə xanım prezidenti salamladı və bu baxımdan deyə bilərik ki, BMT-nin baş katibinin Antonio Guterresin məsələyə münasibəti sırf təmsil etdiyi təşkilatın insan hüquqlarına, gender bərabərliyinə olan münasibətinin təzahürü idi, təsadüfi deyildi yəni. Və mən həmçinin vurğulayım ki, Donald Trump çıxışına başlayarkən birinci öz xanımını, daha sonra xanım prezidenti və daha sonra dünya liderlərini salamladı. Düşünürəm, bu da təsadüfi olmayan bir məsələ idi və tez-tez, belə desək, ironik olsa da, xanımı və özü ilə bağlı məsələlərə də toxunurdu və auditoriya tərəfindən də səmimi gülüşlə qarşılanan məqamlar idi. Yəni bu spektrdə gender bərabərliyi fonunda və dünya liderləri arasında xanımların olması, birinci xanımların, ölkələrdən olan birinci xanımların da iştirakı, məhz Mehriban xanım Əliyevanın timsalında bizim birinci vitse-prezidentimizin də orada təmsil olunması, iştirak etməsi məhz həmin BMT-nin sessiyanın gedişatında gender balansına da diqqət edildiyinin əyani göstəricisidir və məhz hər bir ölkə çalışır ki, öz timsalında gender bərabərliyini BMT-də təmsilinə belə izləyirik, müşahidə edirik ki, diqqət edibdir. Ola bilsin ki, biz yaxın gələcəkdə elə BMT-nin baş katibinin hansısa bir qadın seçilməsinin şahidi olaq. Mən qeyd elədim, cənab prezident oradadır, birinci vitse-prezident oradadır və bu zaman kəsiyində cənab prezident bir neçə dövlət lideri ilə görüşlər keçirdi, həmçinin eyni zamanda beynəlxalq investisiya şirkətləri ilə görüşlər keçirdi və həmin o dövlət liderləri ilə keçirilən görüşlərdə mən əsas bir məqama diqqət elədim. Həmin liderlər cənab prezidenti demək olar ki, hamısı sülh sazişinin paraflanması ilə bağlı, Vaşinqton bəyannaməsi ilə bağlı təbrik etdilər. Eyni zamanda investisiya şirkətləri ilə bağlı keçirilən görüşlər ola bilsin ki, biz yaxın gələcəkdə Qarabağda yenidən qurma və bərpa işlərində həmin şirkətləri görə bilək və mütləq ki, elə əsas hədəf də odur. Beynəlxalq şirkətləri Qarabağdakı yenidən qurma və bərpa işlərini yönətmək. Bəli. Təbii ki, ölkə başçımız artıq indiyə qədər olan görüşlərində İraq prezidenti ilə və Avropa Şurasının baş katibi ilə görüşləri olub, Kenya prezidenti ilə görüşləri olub, Finlandiya prezidenti ilə, Yunanistan baş naziri ilə görüşlər keçirilib və həmçinin paralel olaraq Xarici İşlər naziri Ceyhun Bayramovun da çoxsaylı görüşləri var ki, bu məqamlar artıq Azərbaycanın, belə desək, həm milli maraqlarına, həm də beynəlxalq əlaqələrdə, beynəlxalq diplomatiyasına, belə desək, həm fikir, tərəfdaş kimi olaraq düşündüyü və yaxud da yeni layihələrin meydana gələcəyinin bir siqnalı ola bilər bizim üçün, xəbərçisi ola bilər. Artıq biz müşahidə edirik ki, görüşlərin hər birinin gedişatında ölkə başçımızı təbrik edirlər sülhün paraflanması ilə və dəstəkləyirlər və hər kəs artıq müsbət mənada Azərbaycan diplomatiyasının qələbəsini alqışlayır deyə bilərik və cənab prezidentin, ölkə başçısının şəxsi nüfuzunun da həm də qeyd eləməliyik ki, burada rolu çox böyükdür. Çünki ölkə liderlərinin ona olan münasibəti, onun diplomatiyasına, şəxsinə, onun siyasətinə olan hörməti məhz bu görüşlərdə də özünü büruzə verir və digər bizim şirkətlərlə olan görüşlərə cənab prezidentin toxunmağa gəldikdə isə təbii ki, burada biz müşahidə edirik həm maliyyə şirkətləri, həm beynəlxalq investorların, yəni investisiya şirkətləri ilə olan görüşlərdir. Təbii ki, onlarla görüşlərin mahiyyəti Azərbaycana daha çox investisiyanın cəlb edilməsidir ki, bizim ən ümdə məsələmiz də Qarabağın yenidən qurulmasıdır və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi məsələləridir. Artıq biz Azərbaycanda torpaqlarımızın, suverenliyimizin təmin edilməsindən sonraki prosesdə biz bunun şahidi olmuşuq. Bir sıra dünyanın məşhur şirkətlərinin, investisiya şirkətlərinin, maliyyə şirkətlərinin, müxtəlif ölkələrin yatırımlarının, layihələrinin şahidi oluruq və bu görüşlər də onu göstərir ki, bu hələ son deyil. Önümüzdəki illərdə tam hədəfə çatana qədər, tam məqsədə çatana qədər ölkə siyasəti, ölkə başçımızın siyasətidir ki, həmin beynəlxalq, belə desək, maliyyə dəstəyinin təmin edilməsi davam etdirilsin və gələcəkdə biz gözləyirik artıq növbəti illərdə istər Şərqi Zəngəzurda, istər Qarabağda yeni layihələrin, yeni yatırımların şahidi olacaq. Aydındır. Mən qeyd elədim ki, sessiya sentyabrın 30-una qədər davam edəcək və ola bilsin ki, cənab prezidentin gündəliyində duran məsələlərdə yeni dövlət liderləri ilə görüş və
beynəlxalq investisiya şirkətləri ilə görüşlər də dayanır. Siz qeyd elədiniz, Donald Trump ilk çıxışında həmçinin qadın məsələsinə böyük yer ayırdı, yəni gender bərabərliyi məsələsinə böyük yer ayırdı. Ancaq maraqlı bir məqam da diqqət çəkdi. Donald Trump yumuşaq desək BMT-ni ittiham elədi, fəaliyyətsizlikdə ittiham elədi və o qeyd edir ki, BMT dünyadakı bütün məsələlərin həllində fəaliyyətsizdir və mən şəxsən özüm bir neçə milyon insanın həyatını xilas etmişəm, ancaq BMT-nin nəhəng potensialı var. O, bu məsələləri həll etməyə yaxın belə durmur. Əgər yaxın durmursa, bu qurum, belə desək, nəyə gərəkdir? Bəli, təbii ki, yanaşmasında konkret olaraq dedi ki, 7 münaqişəni, müharibəni həll edib özü və onların sırasında Azərbaycan-Ermənistan münaqişəsini də sadaladı və bununla yanaşı Tayland, Kamboca məsələsinə toxundu, İsrail-İran münaqişəsinə toxundu, Pakistan-Hindistan məsələsinə toxundu, bəli ki, hansı ki, böyük humanitar böhrana gətirib çıxara biləcək məsələlər idi və buna görə də Trump əslində belə desək, bir növ həm öz fəaliyyətinə qeyd etdiyim kimi hesabat xarakterli çıxış idi bu, həm də bu aspektdən yanaşırıq məsələyə. Həmçinin BMT-ni bəli fəaliyyətsizlikdə ittiham etdi və açıq olaraq sual da ünvanladı, ritorik olaraq ki, bəs bu prosesləri biz həll ediriksə, mən həll edirəmsə, BMT-nin mövcudluğunun artıq mövcudiyyətini sual altına qoyan bir yanaşma sərgilədi. Təbii ki, bu məsələyə münasibətlər fərqlidir. Fərqli ölkə rəhbərlərinin çıxışlarını dinlədik. Məsələn, Qırğızstan tamamilə BMT-nin fəaliyyətini dəstəkləyən çıxışlar orada özünü ifadə etdi. Bəzi ölkələr, belə desək, yumşaq tərzdə yanaşdılar məsələyə. BMT-ni təqdir etdilər, amma bəzi məqamlarda yenə də irəliləyişin olması gərəkdiyi məqamlara diqqət çəkdilər. Məhz bu onu göstərir ki, belə desək, ümumi faiz nisbətinə baxsaq, müsbət və mənfi yanaşan və yaxud da neytral yanaşanlara narahatlıq daha çoxdur proseslərin gedişatı ilə bağlı. Çünki dünyada proseslər çox sürətlə davam edir. Yəni, bu fonda ölkə başçılarının da narahatlıqlarını ifadə etmələri çox normaldır. Çünki ölkədə çox sürətlə artıq yeni dünya düzəni dediyimiz bir prosesə daxil olubdur və belə desək, münaqişə ocaqları, bəzən müharibə ocaqları, bəzən bəzi məsələləri konflikt adlandırıb müharibə sözündən çəkinməyə çalışır bəzi liderlər, amma reallıqdır ki, artıq insan itkisi varsa, texnikanın məhvi varsa, müdaxiləsi varsa, insan tələfatına səbəb olursa, artıq bu münaqişə ocağından çıxaraq müharibəyə doğru gedir. Təbii ki, Trumpın yanaşmasında NATO-ya da münasibətdə fərqli məqamlar var idi, nəinki BMT-yə. O, hətta NATO-nu səslədi ki, Rusiyanın Ukraynaya münasibətdə Rusiya texnikasını hava məkanına daxil olan zaman vura bilərlər, vurmaq hüququ var onların. Yəni, bunlar əslində cümlə xarakterli, paraflansa bu məsələ, cümlə xarakterli olsalar da, amma növbəti münaqişələrin Avropada artıq münaqişənin başlanğıcına yönəldən, belə desək, məqamlar idi, ipucları idi və mesajlar idi, Rusiya üçün də mesajlar idi. Və buna görə də artıq görürük ki, bir müddət regionda və dünya arenasında Rusiya üstünlüyü saxlamağa çalışırdısa, bu sir deyil ki, Avropada, bəli, Qərbi Avropada xüsusilə tendensiya Amerikanın xeyrinə dəyişib və Amerika yenidən məsələlərə müdaxilədə, birbaşa rəhbərlik etməkdə davam edir. Bu məqam Putinin Amerikaya səfərində biraz parçalanmışdı. Çünki Avropa liderlərinin... Alyaska səfərində soyuq küləklərə başlamışdı. Bəli, Avropa liderlərinin Amerikaya olan soyuq münasibətini biz müşahidə etdik həmin ərəfədə, amma yenidən Trumpın Avropaya mesajlar ötürməsi Qərbi Avropa liderlərinə və NATO, BMT-yə olan münasibətində görürük ki, Amerika hələ də o mesajı verir, həm də ki, yenə də dünya arenasında, beynəlxalq münasibətlərdə liderlik, söz haqqı Amerikanındır və birbaşa məsələlərə müdaxilədə yenə də o 7 münaqişəni, müharibəni həll etməklə onu göstərdi ki, Amerika hələ də ən böyük qüvvədir. Söz sahibidir. Bəli, söz sahibidir. Siz qeyd elədiniz ABŞ prezidenti Donald Trumpın həm çıxışlarını, həm də ümumiyyətlə bu zaman kəsiyində olan fəaliyyətini. O həmçinin qeyd elədi ki, Ukraynadakı münaqişənin ən böyük nailiyyəti və yaxşı nəticəsi odur ki, Rusiya iqtisadiyyatı artıq çökür və bu iqtisadiyyat tamamilə çökmə ərəfəsindədir. Ancaq biz digər tərəfdən baxırıq, Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında yenidən Qərbə və NATO-ya belə deyim, təhdidlər yağdırmağa başladı, ultimatum dili ilə danışmağa başladı ki, Rusiya istənilən ssenariyə, istənilən ritorikaya tam hazırdır və buna cavab verə bilər. Əgər biz düşünsək ki,
məsələlər Donald Trumpın dediyi kimidirsə, Rusiya iqtisadiyyatı çökürsə və ümumiyyətlə iqtisadiyyatda vəziyyət heç də ürəkaçan deyilsə, sizcə Vladimir Putinin bu ismarcıları nəyə hesablanıb? Mən belə deyim ki, artıq Vladimir Putinin mesajına cavab olaraq, oradan istəsəniz başlayaq, Trump yenə də o mesaja cavab olaraq da öz Qərbi Avropaya xüsusilə ölkələrin adlarını çəkərək mesajlarını verdi. Xüsusilə də Çin və Hindistan üstünə daha çox kökləndi və Qərbi Avropa ölkələrinə də yumşaq tərzdə də olsa xəbərdarlıq etdi ki, həm də bir növ müttəfiq kimi dəyərləndirir onu Rusiya üçün. Bəli. Həm müttəfiq kimi, həm də Rusiya qazının satın alınmasını irad olaraq bildirdi onlara ki, Macarıstan nümunəsində biraz daha yavaş ona münasibətdə, digərlərinə münasibətdə xəbərdarlıq xarakterli idi o. Amma Çin və Hindistanı açıq-aşkar Rusiyanın, yəni törətdiyi məsələlərin sponsoru adlandırdı. Çünki Rusiya qazının alınmasının məhz Ukrayna-Rusiya müharibəsinin bitməməsi səbəbi kimi göstərdi. Yəni Rusiyanın bəli iqtisadi gücünü, sanksiyaları nəzərə alsaq, iqtisadi gücünün zəiflədilməsi ilkin məqam idi və Trump da qeyd etdi ki, bu ilkin olaraq ən böyük qələbədir ki, Rusiyanın iqtisadiyyatı zəiflədilir. Amma biz bilirik ki, Rusiyanın məsələyə münasibəti tək iqtisadi məsələ deyil, həm də nüvə siyasəti ilə bağlıdır. Yəni təhdidlərin altında yatan məsələ sadəcə olaraq iqtisadiyyat deyil. İqtisadi baxımdan bu danılmaz faktor ki, artıq Rusiyada baş verən proseslər istər daxildə, istər beynəlxalq arenada Rusiya olan münasibət, sanksiyaların fonunda biz bilirik ki, Rusiyada iqtisadi böhran yaşanır bir növü. Yəni əvvəlki gücündə deyil ən azından. Amma Rusiyanın, Putinin yəni möhkəm duruşu, təbii ki, bu da təbiidir əslində. Bir ölkə başçısı müharibə aparırsa, yəni etiraf edə bilməz heç vaxt ki, biz zəifik. Bu da siyasi manevrdir, belə desək, diplomatik gedişatdır və buna görə də yəni Putin desə də, həm də bunun içində təhdid yatır. Yəni bəzi Avropa, Polşanın, Rumıniyanın timsalında növbəti hədəflərin səsləndirilməsi açıq şəkildə bir növ özünü müdafiədən keçib təhdid xarakteri daşıyır və növbəti etaplarda əgər razılaşmasalar, sanksiyaları davam etdirsələr və Rusiyaya dəstək olmasalar, ona qarşı çıxsalar, bəzi ölkələrdə Ukraynanın taleyini gözlədiyini bariz şəkildə hər dəfə bəyan edir Rusiya lideri, ölkə başçısı və təbii ki, nüvə təhdidi də bunun içindədir. Yəni bu alt yatan düşünürük ki, məsələlər buna fokuslanmışdı. Yəni danılmazdır ki, amma Rusiyanın iqtisadi vəziyyəti əvvəlki kimi qüdrətli deyil. Siz qeyd elədiniz Polşa-Rumıniya məsələsini. Mən ona əlavə eləmək istəyirəm ki, artıq NATO-nun şərq cinahı, belə desək, Türkiyə hava hücumundan müdafiə sistemləri tərəfindən qorunacaq. Yəni bu həftədən etibarən bu qərar alınıbdır və belə demək mümkünsə artıq NATO-da Türkiyənin hava hücumundan müdafiə sistemlərinə böyük etibar göstərir, böyük etibar edir. Bəli, Polşa və Rumuniyada son günlərdə belə desək, hava həyəcan siqnalı davamlı olaraq müşahidə edilirdi və Rusiya dronlarının, belə desək, texnikasının Polşa-Rumuniya sərhədlərinin pozması, kəşfiyyat xarakterlimi və yaxud da təhdid xarakterlimi olması artıq hər iki dövləti narahat edən məqamlar idi və normal olaraq onlar da müdafiə sisteminə başlayırlar. Düzdür, həyəcan siqnalı sonlandırılıb ölkələrdə, amma bu elan olunub ictimaiyyətə, amma buna baxmayaraq növbəti atakların qarşısını almaq məqsədi ilə Merops adlanan Türkiyənin belə desək, çox spektrli optik müdafiə sistemlərindən istifadə etməyi düşünürlər, razılaşdırılıblar və Merops cəmiyyətimizə 2022-ci ildə təqdim olunub yeni sistemlərdə. Amma yeni olmasına baxmayaraq, bəli, həm NATO-nun üzvü olaraq Türkiyəyə olan güvən, inam, Türkiyənin hərbi gücünə, hərbi texnologiyasına olan etimaddan irəli gəlir ki, Aselsanın təqdim etdiyi bir istehsalçı olaraq, bəli, Aselsandır və bu baxımdan artıq Türkiyəyə qarşı Türkiyə texnologiyasını düşünürəm ki, məhz bir Azərbaycanın böyük vətən müharibəsi adlandırdığımız Qarabağ müharibəsində də özünü sübut etdi. Türkiyə dronları və Türkiyənin hərbi texnologiyasından bəzi məqamlarda deməli Azərbaycanın satın alaraq istifadə etməsi və artıq burada Türkiyənin hərbi texnikasının gücünü, belə desək, bütün ictimaiyyətə tanıtmış oldu və hər il yeni, daha bir üstün modelini təqdim edir Türkiyə hərbi texnologiyası, inkişaf etdirir və bu fonda da Merops sistemləri də həm vertolyotlara, həm də dronlara quraşdırıla bilən sistemdir və bunun mahiyyəti ondan ibarətdir ki, istər tozlu, dumanlı, sisli məqamlarda belə onlar
hər hansı bir təhdidi, düşmən texnikasının gəlişini xəbərdar edə biləcək müdafiə sistemləridir. Yəni bir növ optik olduqları üçün indiki şəraitdə, yəni müharibə şəraitində də normal gedişatda istənilən hava şəraitində istifadə oluna biləcək texnikadır və çox əlverişlidir. Və bu baxımdan da biz həmçinin belə də dəyərləndirə bilərik ki, artıq Türkiyənin NATO-da həm hərbi texnikasının, həm də özünün NATO-da belə desək rolu danılmaz olaraq qalır. Yəni öz mövqeyini qoruyub saxlayır, öz nüfuzunu qoruyub saxlayır. Çox sağ olun. Siz də bu məsələyə ətraflı şərh verdiniz və Trump siz də qeyd elədiniz ki, çıxışında bildirdi ki, NATO Rusiya təyyarələrini vurmalıdır və biz dəfələrlə şahid oluruq ki, artıq son zamanlar Rusiya təyyarələri NATO-nun hava məkanına daxil olur, yəni NATO-nun üzvlüyündə olan ölkələrin hava məkanına daxil olur. O da qeyd edir ki, NATO Rusiya təyyarələrini vurmalıdır, ancaq bu məsələdə ABŞ-nin dəstəyi şərtlərdən asılı olacaq və həmçinin qeyd edib ki, Trus media hesabında yazısında bildirib ki, Ukraynanın vəziyyəti indi daha yaxşıdır və Ukrayna əvvəlki ərazilərini geri qaytara bilər, həmçinin daha artığını eləyə bilər. Həm də bir məsələ var ki, dünən New Yorkda Volodymyr Zelenski ilə Trump arasında bir görüş keçirildi və müşahidələrdən belə qənaətə gəlmək olar ki, hazırda Donald Trump prezident seçimindən sonra biz xatırlayırıq Volodymyr Zelenski ilə görüşündə kifayət qədər aqressiya, emosiya var idi və onu ittiham eləməyə çalışırdı. Ancaq bugünkü müşahidələrimizdən görürük ki, Donald Trumpla Volodymyr Zelenski münasibəti daha yaxşıdır, nəinki Putinlə. Biz bəli ilk Zelenski-Trump görüşündə fərqli münasibət müşahidə elədik, çünki razılaşmamışdılar müəyyən məqamlarda. İkinci dəfə daha yumşaq idi, amma Putinin Amerika-Alyaska səfərində, hətta Qərbi Avropa daha əvvəl də qeyd etdim, rəhbərlərinin etirazlarına səbəb olan o idi ki, Putinin yüksək səviyyədə qarşılanması, qırmızı xalça üzərində qarşılanması və qeyd edim ki, bu dəfə BMT-də çıxışında, bu dəfəki çıxışında da, son çıxışında da Trump yenə də ifadə etdi ki, bilirsiniz, mənim Putinlə yaxşı münasibətlərim var. Yəni hər iki lider olan öz aralarında şəxsi münasibətlərini danmırlar. Təbii ki, bunu siyasətə sirayət etdirib müsbət nəticəyə gəlməyə çalışırlar, amma təbii ki, diplomatik gedişatda siyasi şəxsi nüfuzun rolu böyükdür, amma bəzi məsələlərdə razılaşmamaların, təzadların olması da gözləniləndir və bu baxımdan Trump Zelenskiyə dediyi həmin sitatın fonunda deyə bilərik ki, məhz Rusiyanın iqtisadi baxımdan zəiflədiyini və NATO-nun da Ukraynaya dəstəyini davam edəcəyi fonunda nəzərdə tutur ki, artıq torpaqlarının nəinki müdafiəsi yaxşı gedir, həmçinin Ukrayna əvvəlki ərazilərinə qayıda bilər və bunu da ona görə əsaslandırır ki, Rusiya iqtisadi baxımdan zəifləyib. Amma faktiki olaraq Putin də bu faktı qəbul etmir və burada bir məqam da var əslində. Trump Zelenskiyə desə də ki, davam etdirməlisiniz. Biz Rəcəb Tayyip Ərdoğanın Türkiyə Cümhuriyyəti ölkə başçısının, prezidentinin çıxışında Ərdoğanın fərqli düşüncədə olduğunu müşahidə etdik. Sülhə doğru addımlar və bizi nümunə götürür. Ritorikası buydu. Ritorika bu baxımdan həm də deyir ki, dayanmalıdır proses. Yəni Ukrayna uzun müddət tab gətirə bilməz. Amma Trumpın yanaşması fərqli idi ki, ona hərbi dəstək də təmin olunacaq, maliyyə dəstəyi də davam edəcək və Ukrayna dayanmamalıdır. Çox yaxşı müdafiə aspektinədir. Burada bir əlavəm olacaq. O qeyd edir ki, biz NATO-ya silah vermədə davam edəcəyik. Təbii ki, onlar silah verəndə onun maliyyəsini, iqtisadi tərəflərini alırlar. Bəli. Yəni belə desək, yenə Amerika iqtisadi baxımdan öz maraqları nöqteyi nəzərindən çıxış eləyir. Yenə bu da standart gedişatdır. Təbii ki, müharibənin qazanan tərəfi hər zaman hərbi texnikanı kim belə desək sata bilirsə, pul təminatına, maddi təminata görə qazanan tərəf hər zaman Amerikanın fonunda da bu dəfə ABŞ olacaqdır, həmişə olduğu kimi. Amma gedişatda Ərdoğanın yanaşması odur ki, yəni o real yanaşmadır. Məncə Ərdoğanın yanaşması daha real yanaşmadır. Çünki Ukraynanın məhvinə apara biləcək məqamda müharibə davam edir. Artıq bir sıra ərazilər Rusiyanın tam nəzarəti altındadır. Ölkədə xaosdur, yəni ölkənin infrastrukturu dağılıb və miqrantlar fonunda Ukraynalılar artıq Avropaya üz tutur və Polşa, Rumıniya artıq buna etirazlarını bildirməyə başlayıblar və bir sıra ölkələr təbii ki, konkret olaraq Ukraynalılar hədəf göstərməsələr də ümumi miqrant məsələsinə toxunduqda bunun öhdəsindən gələ bilmədiklərini ifadə edirlər ki, Trump da öz çıxışında məsələyə toxunaraq Avropanın artıq cəhənnəmə bənzətdi ki, miqrantların ora axını nəticəsində Avropada gedişatın yaxşı olmadığını dedi və buna da öz etirazını bildirdi ki, yəni bu proses bu cür davam etməməlidir. Yəni ona görə
qeyd etdiyim çıxışımın əvvəlində ki, təzadlar var. Ukraynanı Amerika dəstəkləyir, davam etsin deyir. Miqrantlar mövzusuna gələndə öz nümunəsində Avropanı da tənqid eləyir. Məhz Avropaya ən böyük axın Ukraynalıların, miqrant olan Ukraynalıların axınıdır. Düzdür, onlar müharibə qaçqınlarıdır, amma nəticədə ölkələrin qeyri-vətəndaşlarıdır. Və Tramp həmçinin onu qeyd etdi ki, bugün Avropanın həbsxanalarına baxsaq, bir sıra ölkələrin timsalında adlar da çəkdi ki, məhz qeyri-ölkə vətəndaşlarıdır ki, həbsxanaları doldurub. Bu fonda açıq-aşkar tənqid etdi Avropa ölkələrini. Buna görə bir sıra məsələlər dəstək və tənqid, yəni təzad mövzular hələ ki davam edir. Ayda xanım, Ermənistan-Azərbaycan münasibətlərinə yekunda bir daha biz nəzər salaq və Vətəndaş Müqaviləsi Partiyasının qurultayında Nikol Paşinyan maraqlı mesajlar verirdi orada. O, bir zamanlar Qarabağ Ermənistandır nöqtə dediyi ifadəyə qayıtmışdı və orada qeyd edirdi ki, mən həmin ifadəni səsləndirəndə və deyir, mən bundan sonra çox düşündüm, öz-özümə xeyli düşündüm və belə qənaətə gəlib ki, mən o ifadəni səsləndirəndə Sovet ideologiyası əsasında formalaşan, belə desək, bir dırnaqarası vətənpərvər idim. İndi isə Ermənistanın analarının istədiyi bir vətənpərvər insanam, yəni sülh istəyən insanam. Əslində, Nikol Paşinyanın bu fikirlərində biz üfüqdə yaxşı mesajlar görürük. Siz necə dəyərləndirirsiniz bu məsələni? Ümumi baxsaq məsələyə deyə bilərik ki, Azərbaycan-Ermənistan münasibətləri hal-hazırda tarixə məlum olan, yəni müsbət mənada ən yaxşı halındadır. Çünki sülh müqaviləsinin paraflanması, Vaşinqton bəyannaməsi, onun öncəsində artıq üç tərəfli bəyannamənin imzalanması və daha sonra Vaşinqton bəyannaməsinin imzalanması və müəyyən mənada razılığa gəlinməsi artıq sülh müqaviləsinə doğru ən yaxın məqamdayıq. Təbii ki, burada bəzi maneələr hələ də yerində qalır, o qarşılıqlı müzakirə məsələləridir və məhz ona görə də hər zaman deyirik ki, ən böyük qələbə birbaşa aidiyyatı olan iki aktorun masa arxasında əyləşərək əldə etdiyi nəticədir. Amma ölkə başçımızın da son Vaşinqton bəyannaməsində ABŞ prezidenti Donald Trumpın yenə də media brifinqində Trumpın yenidən cənab prezident vurğuladı Trumpın rolunu məsələdə. Yəni məsələlər istədiyimiz şəkildə gedir hələ ki, amma bəzi məqamlar var, ictimaiyyətə açılan, açılmayan məqamlar da var. Təbii ki, ölkə diplomatiyasının tam qələbə çalması ilə və təbii ki, Ermənistanın da bəzi tələbləri var, Azərbaycanın da tələbləri var. Bunların təmin edilməsi, ortaq məxrəcə gəlinməsi, bu fonda proseslər daha qaynar Ermənistanda davam edir. Çünki bilirsiniz, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Azərbaycan torpaq iddialarının konstitusiyadan çıxarılması Azərbaycanın ilkin şərtidir. Çünki məsələ sülh müqaviləsinə doğru gedirsə, onunla nəticələnəcəksə, yəni %100, bəli, təhdidsiz, sual altına qalan məsələ olmadan tam şəffaf şəkildə öz həllini tapmalıdır ki, hər iki xalq artıq könül rahatlığı ilə bundan sonra məsələnin həllinə, belə desək, inandırıla bilsin və gələcək təhdidlərin olmadığını gələcək nəsillərə biz ötürə bilək. Yəni, problemsiz sülh müqaviləsi istəyirik, altında sualı olmayan Azərbaycan yanaşması budur ən azından və biz Ermənistan tərəfdən müşahidə edirik ki, Paşinyanın da yanaşması budur. Təbii ki, Ermənistan müxalifətinin burada təzyiqi çox böyükdür, iqtidara olan təzyiqi çox böyükdür və bəzi məqamlarda ölkə daxilində Azərbaycana sirayət etdirilməyə çalışılan Ermənistan müxalifəti tərəfindən bəzi məqamlar var ki, prosesi pozmağa çalışılır. Bu açıq şəkildə görünür, amma ümumi ölkə baş naziri tərəfindən Ermənistanın ortaya sərgilənən mövqeyi məhz yumşalma prosesinin davam etdiyini göstərir və hal-hazırda Ermənistanda proses Ermənistan xalqını təşviq etmək, inandırmaq və sülhün davamlı olacağına və Paşinyan çıxışında qeyd etdi ki, artıq sərhəddə Ermənistanı nəzərdə tutur, itkiləri yoxdur ermənilərin. Qeyd edir ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir əsgər belə ölməyib. Bəli, biz bu fonda təbii ki, görürük ki, xalqı inandırmaq məsələsi Ermənistanda bu dəqiqə ən ümdə məsələdir. Sülhə xalqda, Ermənistan xalqında, erməni xalqında inam yaratmaq və onun davamlı olacağına, dayanıqlı olacağına, onları belə desək, inandırmaq prosesindən sonra sülh müqaviləsinə gedilə bilər. Çünki bu proseslərin tam yerində aparılmaması, sülh müqaviləsi imzalansa belə gələcəkdə bəzi qruplaşmaların Ermənistan daxilində prosesi pozacaqları düşüncəsini yaradır haqlı olaraq və bu baxımdan da düşünürük ki, proses çox qısa müddətdə, yəni biz onu artıq ictimaiyyət olaraq hiss edirik ki,
müddət çox qısalır. Yəni müsbət mənada sülh müqaviləsinə aparan yol çox yaxın görünür. Təbii ki, burada Azərbaycanın diplomatiyasını bir xüsusi qeyd etməliyik. Çünki müəyyən məqamlarda Ermənistanın tərəddüdləri var idi və cənab prezidentin birbaşa kontaktları nəticəsində Ermənistan rəsmiləri ilə onları da inandıra bilir ki, proses müsbət yöndə gedir və gedişat yaxşıdır. Bu baxımdan Ermənistanın daxilindəki proseslər həll olduqdan sonra ən qısa müddətdə məsələnin sülhlə nəticələnəcəyinə əminik. Ayda xanım, bir daha qayıdım o məsələyə. Nikol Paşinyan qeyd elədi ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir əsgər ölməyib, bunu yaxşı hal kimi qiymətləndirir və qeyd edir ki, bu tarix 1 il 7 aydır, 2 il 7 ay olsun, 3 il olsun, 4 il olsun, 100 il və 200 il olsun, daha çox olsun. Ancaq biz həmin müddətdə minalardan qurbanlar vermişik, bəli, itkilər vermişik və sentyabrın 23-də də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində 1971-ci il təvəllüdlü Səyyaf Əhmədov dünyasını dəyişdi və o minalardan təmizlənməmiş qəbristanlıqda mina partlayışı nəticəsində həlak oldu. Bəli. Biz sərhədə nəzər salsaq, orada bir itki olmur, ancaq bu tərəfdə minalar yenə bizim vətəndaşların canını alır. Təbii ki. Təbii ki, prosesin gedişatı biz siyasi fonda Ermənistan münasibətlərinə toxunduq, amma faktiki olaraq Ermənistan ordusunun Azərbaycana buraxdığı fəsadlar, torpaqlarımızın çirkləndirilməsi, istər minalarla çirkləndirilməsi, istər kimyəvi çirklənmə, çayların və sair fonunda Azərbaycan tərəfdə prosesin daha uzun müddət davam edəcəyini göstərir, yəni Ermənistana münasibətdə. Ermənistanın atacağı addımlar dayanmaq, sülh müqaviləsi imzalamaqda, Azərbaycanın amma növbəti etapda artıq strategiyasında müharibəni sülhlə sonlandırdıqdan sonra belə görüləcək işlər hələ çoxdur. Məhz bu fonda da cənab prezidentin investorlarla görüşü fonunda deyə bilərik ki, məhz burada maliyyə dəstəyi, həmçinin həmin torpaqların təmizlənməsi, minalardan təmizlənməsi və davamlı olaraq əhaliyə olan çağırışlar ki, minadan təmizlənməmiş, tam təmizləndiyi elan olunmamış ərazilərdə ehtiyatlı, diqqətli olmaq lazımdır və bu fonda biz bütün şəhidlərimizi rəhmətlə anırıq. İstər müharibədə, 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində məhz canlarını fəda etmiş şəhidlərimizin fonunda bugün biz suverenliyimizi 20 sentyabrda da qeyd edə bilirik. Məhz bu baxımdan növbəti etaplarda daha çox Azərbaycanın şəhid verməməsi, ümumiyyətlə şəhid verməməsi üçün, yəni biz şəhidlərimizi ola bilər sərhəddə artıq şəhid vermirik, amma minaların fonunda deyə bilərik ki, davam edir. Bunun da maariflənmə nəticəsində düşünürük ki, qarşısı müəyyən mənada alınır və bu proses davam edəcəkdir və əhalidən də ictimaiyyətə də olan müraciətlərdə bu fonda diqqətli olmalarıdır. Amma düşünürük ki, bunun da qarşısı artıq davamlı proseslər fonunda minalar təmizlənir və yaxın bir neçə ildə artıq torpaqlarımızın tamamilə minalardan təmizləndiyini şahidi olarıq. Ayda xanım, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Bizim suallara ətraflı cavab verdiniz. Belə dəyərli televiziya tamaşaçıları, biz aktual ekran verilişinin sonuna gəlib çıxırıq və qeyd edeyim ki, BMT-nin 80-ci sessiyası sentyabrın 30-una qədər davam edəcək və dünya gündəmi hər gün belə desək dəyişəcək. Biz yenidən yeni mövzularla sizin qarşınızda olacağıq. Özünüzə yaxşı baxın.